Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində iki ölkə arasında viza rejimi ləğv edilib. Xarici İşlər naziri Ceyhun Bayramovla Çindən olan həmkarı Van Yi Azərbaycan Respublikası hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında saziş imzalayıblar. Bu sənəd iki ölkə arasında vətəndaşların vizasız şəkildə hərəkət etməsinə imkan verəcək və daha asan şəkildə bir-biri ilə əlaqə qurmağını təmin edəcək. Daha geniş perspektivdə isə bu addım Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafında yeni mərhələyə işarə edir. Viza rejiminin ləğv edilməsi ilə iki ölkə arasında ticarət, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq daha da güclənəcək. Bu həmçinin hər iki tərəfin öz iqtisadi və siyasi maraqlarını daha effektiv şəkildə həyata keçirməsinə şərait yaradacaq. İki ölkə arasındakı vizasız səyahət imkanı diplomatik əlaqələrin güclənməsinə gətirib çıxaracaq. Bu qərar Azərbaycan ilə Çin arasında qarşılıqlı inam və anlayışın inkişafını təmin edəcək. Diplomatik səfərlər və əməkdaşlıq üçün maneələrin azalması siyasi əlaqələri müsbət istiqamətdə inkişaf etdirəcək. Viza maneəsi olmadığı üçün işgüzar səfərlər asanlaşacaq və bu da biznes mühitində daha çox imkan yaradacaq. Ticarət sahəsində məhsul və xidmət mübadiləsi iqtisadiyyatın böyüməsinə və qarşılıqlı sərmayə yatırımlarının artmasına gətirib çıxaracaq. Bu qərar xüsusilə kənd təsərrüfatı, texnologiya və infrastruktur sahələrində yeni əməkdaşlıq imkanlarına zəmin formalaşdıracaq. Ümumilikdə Azərbaycan və Çin arasındakı viza rejiminin ləğvi digər Asiya və Avropa ölkələrinə də müsbət təsir göstərə, regionda daha çox inteqrasiya və əməkdaşlıq imkanlarının yaradılmasına səbəb ola bilər. Azərbaycanın Çinlə əlaqələrinin dərinləşməsi Şərq və Qərb arasında körpü rolunu oynayan ölkə olaraq Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək.